İşğaldan azad olan ərazilərdə inşa olunan sayca 3-cü beynəlxalq hava limanından salamlayırıq sizi. Söhbət Laçın beynəlxalq hava limanından gedir. 2021-ci ildə inşasına başlanılan hava limanı bugün artıq istismara tam hazırdır. Onu da nəzərinizə çatdırıb ki, Laçın beynəlxalq hava limanı Laçın rayon mərkəzindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr uzaqlıqda yerləşir. Xahiş edirəm operatorumuzdan kadrlarda göstərsin. Laçın beynəlxalq hava limanı 3000 metr uzunluğunda və 60 metr enində uçuş enmə zolağı ilə təchiz edilib və bu hava limanı bütün növ hava gəmilərini qəbul etmək iqtidarındadır və burada ümumilikdə yüksək mühəndislik standartlarına uyğun bina ilə də təchiz edilib və bina ümumilikdə 5000 kvadrat metr ərazini əhatə edir. Onu da qeyd edeyim ki, Laçın beynəlxalq hava limanı bölgənin həm iqtisadi imkanlarını artıracaq, həm də təbii ki, turizm potensialına da öz töhfəsini verəcək. Və qeyd edədiyim kimi, Laçın beynəlxalq hava limanı bugün artıq istismara tam hazırdır. Belə, buradan çatdırmaq istədiyimiz məlumatlar bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.